Hə, köhnələr, hər vaxtınız xeyir olsun. Deyirəm ki, bu ət mövzusu nə qədər də banal olsa, amma ki, hələ ki gündəmdədir. Yəni bunun da səbəbləri var. Çünki bizim millət, özünüz bilirsiniz də, yeyib-içən millətiyik biz. Yəni indi də vəziyyət biraz çətindir. İqtisadi vəziyyət biraz o qədər də ürək açan dögür. Maaşlar qalxmır, amma ki yeyib-içməyə adam istəyir. Ona görə hər ailə çalışır öz büdcəsinə uyğun, həm yəni maddi tərəfdən qabaq düşsün, həm də ki o istəklərini yerinə yetirsin. Ona görə bu milləti buna görə qınamaq lazım dögür. Yəni insan üçün birinci onun yeyib içməyidir, birinci onun komfortudur, birinci onun dolanışığıdır. İndi də qaydaq yenə də bu ölkəyə ithal olunan Ukraynadan, Manqolistandan gələn ətlərə. Mən keçən dəfə Manqolistan quzu barəsində bir söhbət açdım. Həm də sizə göstərdim. Yəni nə var, nə yox da. Yəni mənim fikrimcə belə deyək də 50-50-yə, yəni olmayan yerdə deyir nə biz ribi, Irak ribi. Amma ki reallıqda əlbəttə ki vurğuladım ki bizim yerli quzulara onlar çatmazlar. Amma buna baxmayaraq gəlin mən sizə bir-iki bax belə bir biclik paylaşım sizinlə. Ki həmin o Manqolistan məsələn quzularını tutaq ki Araz marketdə onu satırlar da. Siz necə seçəsiniz? Baxırsan görürsən hamısı donmuş vəziyyətdədir. Seçmək çətindir, düzdür? Gəlin bax belə eləyək. Götürürsüz bax əlinizə quzu. Birinci baxırsınız onun ətinin rənginə. Əgər ətinin rəngi açıq-açıq bax belə rozovu rəngdədirsə, gözünüzə xoş gəlirsə, götürün onu fikirləşməyin. Gördünüz ki, ətin içərisi qaradır. Bilin ki, o geç pişəcək. O da ki, çox güman ki, yəni onların arasında həm erkeği var, həm dişisi var, müxtəlif yaşda olan heyvanlar var, onun nəticəsidir. Yəni seç-söz axtarsınız, həmin ətlərin də içindən, yəni ki, yaxşı ətlər tapmaq olar. Odur ki, qaldı mal ətinə, Ukraynadan gələn mal ətinə. Məsələn, mən bir dəfə pişirdim, mənə düşmüşdü konkret olaraq 100% bu inək əti idi. Çünki yağları sarı idi. O biraz bərk çıxmışdı, rəngi də qara idi. İndi isə məndə yenə də Ukrayna əti var, yenə də ribay, amma ki görünür ki bu erkək dananın ətidir. Yəni yağları ağappaq. Gəlin indi birgə bax bir dənə də yəni Ukrayna ribay steak adlanandan manqalda mən pişirim. Həm mən öz qiymətimi verim, həm də siz öz qiymətinizi verin. Son zamanlar çörəyi çalışıram azaldım. Hələ sizə də məsləhət görürəm. Ona görə yanına bax belə qarnir formasında, belə Hindistan sayağı, nə bilim Aziya sayağı bir düyü hazırlamaq istəyirəm. Bax burada olan ədvalar sarı kökdür, üyüdülmüş, qurumuş sarımsaq, cirə, masala, bir də dəfnə yarpağı. Bu isə bizdə gedir küncüt yağı biraz da gravy sos. İndi pişirməyimi göstərəcəm sizə. Sən deyən bu dəqiqə düyü ilə oynamağa nə həvəs var, nə də vaxt. Ona görə belə sadə formada, elə tavanın içində bir stəkan yarım düyünü pişirəcəm. Yaxşı qarışdırırsınız, qoyun pişsin. Qoy suyu azalsın, çəkilsin. Suyu bax, belənçik olanda bax, belənçik qoyun qapağını az xoda qoyun yavaş-yavaş dəmini alsın. Deyirəm, neçə vaxtdır bu ağ ət qalıb elə marazilkada. Hər dəfə nəsə yaddan çıxır bunu pişirməyə. Dedim, hədə bir gün bunun bir dənə bəxtini açayım da. Bir dənə ləzzətli bir dənə onu belə bastırma eləyəcəyəm. İndi baxarsınız. Bastırma üçün götürürsünüz bana biraz belə çili, elə bir ki kislo-sladki sos. Yəni turş, şirin sos. Biraz yağ, biraz duz və salam. Qarışdırırsınız bax belə. Qutardı getdi. Sonra da vurursunuz şişə, qoyursunuz manqalın üstünə. Daha buna heç nə lazım deyil. Amma duzunu az eləyin. Çünki bu sosun da tərkibində duz var. Bax, dediyim steyklar da bax bulardır. Görürsünüz, bax bunun yağları ağappaqdır, rəngləri də açıqdır. Yəni ki, bax bu aləm olmalıdır. Steyki yaxşı bax belə duzlayırsınız. Bax, əməlli başlıya yerisin canına.
O ətə duz vurdum, düzdür bir balaca, amma ki, heç məncə mənə lazım deyil. Sonra da heç nə, göndərir bunu manqalın üstünə. Bu arada artıq közümüz də hazırdır. Demək olar ki, çox yaxın gələcəkdə steyklərimizi yerləşdirə bilərik. Steykimiz pişmək üzərindədir. Ağ əti mən biraz gec qoydum manqala. Yəni bilin ki, ağ ət tez pişir. Steykin amma pişməyinə az qalıb. Ümumi uyuz buyuz belə steyki pişirmək üçün bir 15 dəqiqə vaxt gedir. Düyümüz də bu ərəfədə artıq hazırdır. Bəh. Bir dənə iyi gəlir indi buradan ki, hələ bir ki Hindistandasan da. Bir dənə Zita ilə Gita çatışmır indi burada. Bəh. Bax, nəticə budur. Baxın, bu cür ləzzətli bir dənə gözəllik yarandı. Dedim, mən bunun dadına baxacağım və deyəcəm sizə öz qiymətimi. Baxın, bax, içərisi bax, bu cürünə pişib. Yəni ki, bax, gördünüz də, bax, əriyir gedir damın ağzında. Yəni ki, əladır. Bu qədər qəlbdən qəlbə.